Demək olar ki, Şəmkirdə bugün Zavur Mikhaylovun qəbuluna ətraf rayonlardan da gələnlər var. Hal-hazırda Tərtər rayonundan gələn bir şikayətçi var. Görək onun şikayəti nədən ibarətdir? Hər kəs salamlayıram. Özünüzü təqdim edin. Tərtər rayonundan gəlmişəm. Adım Arif Paşayevdir. Mən sosial şəbəkələrdə 6 aydır paylaşımlar edirəm. Hal-hazırda gördüyünüz kimi bu diskdə bir də flash kartdadır. Tərtər rayon Su Ehtiyatlar Agentliyi Murad Zeynalovun rüşvət və korrupsiya hallarını rəsmi formada video çəkir. Tərtər rayonundan, bəli. Mən dəfələrlə hal-hazırda da Tərtər rayon məhkəməsinə də şikayət eləmişik. İndi işə də baxırlar. Yəni mən buradan yuxarıda oturan baş prokurorluqdan xahiş edirəm. Dövlət Təhlükəsizlik Xidmətindən xahiş edirəm. Daxili İşlər Nazirliyindən xahiş edirəm ki, Tərtər rayon Su Ehtiyatlar Agentliyi Murad Zeynalovla bağlı bir ölçü götürsünlər. Artıq yəni bu əlimizdə tutarlı faktlar var. Bəli, bu faktları da sosial şəbəkədə paylaşmışam. Yəni hər kəsdə sosial şəbəkəni İctimailəşdirmisiniz. Bəli, bəli. Bütün sosial şəbəkədə YouTube-da var, TikTok-da var və başqa sosial platformalarda var. Və cavab nə olub sizə bu vaxt? Hal-hazırda susqunluq gedir. Hal-hazırda 6 aya yaxın Yazılı müraciətlər. yazılı müraciət xeyr etməmişəm. İndi hal-hazırda gəlmişəm Zahir müəllimlə görüşəm ki, yəni inanıram ki, bəlkə də Zahir müəllimin xəbəri yoxdur. Yəni bu diskə baxsın, özü təyin etdiyi Murad Zeynalovla bağlı bir ölçü götürsün. Yəni ölkədə, yəni ölkə başçısı İlham Əliyevin də göstərişi var ki, bütün çıxışlarındakı rüşvət və korrupsiya halları ifşa edildikdə həmin şəxs cəzalansın. Yəni Burada da siz ifşa eləmişsiniz. Bəli, bəli, hamısında mən ifşa eləmişəm. Yəni xahiş edirəm ki, hər kəsdən ki, özünüz də, yəni yuxarıda oturanlar da araşdırsın. İndi Zahir müəllim yəqin ki, özü indi araşdıracaq. Yəni buna göz yummaq mümkün deyil. Yəni görüb bəli, göz yummaq, yəni bir cinayətkarın cinayətini örtbasdır eləmək deməkdir. Bu qədər. Oldu, çox sağ olun. Sağ olun. Məmmədov Coşqun. Məmmədov Coşqun. Məmmədov Coşqun bir dəqiqədə. İşlə bağlı dilə qədər. Əsəd müəllimin yanına girəsən də düzdür. Axaloğlu, mənim qabağımın adını niyə yazmısan ki, buraxılma? Hə? Onu kim yazdı? Və səndən başqa kim yazır bura? Zay və Elmira. Yəqin ki, hələ buraxılmır da, növbəti şey olanda buraxılacaq. Buraxılmır yazır. Yox, elə eləməyək. Buraxılacaq, hamı buraxılacaqdır. Ora mənim qabağım qısmı. Əli qızı. Bizə deyil, qardaş, gözlə bizə deyil. Sən görüşərsən. Bildim sən gözlə. Dedim ki, gözlə. Dedim mən sən sakimizi gözləyim. Siz idiniz, elə mi? Elmira kim idi? Qulaq asın, sən mənim adım sən niyə xət çəksən? Qardaş o çəkmir, içəridən kompüterdən çəkirlər. O Niyə? Kompüterə mən nə yapmışam ki, mənim adım? Qardaş, Bildim, sən mənim adım sən niyə xət çəksən sən ki? düz tətbiq edirsən. Sən mənim adım Dedim gözlə. Sən mənim niyə adım Gözlə. xət çəkmişəm ki? Dedim gözlə. Mən səni gözləyirəm, sən mən gözləmirsən. Problem deyil. Növbəni gözlə Özünə çağıracaq. problem axtarsan. Mən sana söz verirəm ki, özünə problem axtarsan. Mən problem Ha, axtarıram. vaxt gələcək mən axtarasın. Mən sizə Ha, axtarıram. ha, vaxt gələcək bu sözü bu 5 dənə kişi içində deyir. Gör nə deyirəm. Ha. Sən də məni yaxşı tanımırsan, əziz qardaş. Ha, görərsən, Sağ ol sən heç olsun. məni tanımırsan mən kiməm. Başa Amma vaxtı düşdüm. yanında tanıyasın mən Allah kiməm. qoysa, yəni sağ ol olsun. Yox, üstündən Bizə dəqiqə yazır ki, buraxılır. buraxılmır.